Salam canım, bu suallara baxaq. 23-cü sualla elə başlayaq. Bir dəqiqə. Burada görürük ki, ifadənin kvadratı, yəni A üstə görək B-nin kvadratıdır. Müxtəsər vurma. Birincinin kvadratı üstə görək hasiyənin kimisi 12. Üstə gəlsin ikincinin kvadratı 9 bölünsün x kvadratı. Çıxılsın 4x kvadratı. Çıxaq 9 bölünsün x kvadratı. Bunlar islah olunur və bunlar da islah olunur. Cavabımız 12 olaraq qalır. Sonra baxaq 24-cü suala. Nə deyir bizə? A, B, C artan sırayla verilmiş ardıcıl ucut ədədlərdir. A, B, C. B, A üstə gələk 2, C də A üstə gələk 4. Bunu bildik. Və deyir ki, bizə bu ifadəni verir. Buna əsasən A üstə gələk, B üstə gələk, C-ni soruşur. 1 bölünsün AB, üstə gəlsin 1 bölünsün BC, 1 bölünsün 30. A, B, C'dir ümumi. Burada C qalır, burada A. C üstə gəlsin A, 1 bölünsün 30. Alırıq ki, A, B, C, 30, C üstə gələk 30A'dır. A, B bilirik ki, A üstə gələk 2'dir. Burada yazmışdım yuxarıda. Burada. C də A üstə gələk 4'dür. Burada da A üstə gələk 4. C yenə A üstə gələk 4. Yəni 30 A üstə gələk 120 üstə gələk 30A. Bunu yazdıq. İndi bu hissə qalır olduğu kimi. Yazıram olduğu kimi. 30'a 60 üstə gələk 120 bura eləyir bu ifadə. 60'ı mötərizə xaricinə çıxarsaq A üstə gələk 2. Burada da görürük ki, vuruqlardan biri A üstə gələk 2'dir. Bunlar islah olunur. A vurulsun A üstə gələk 4, 60. A'nın 6 olduğunu taparıq. A 6'dırsa bizdən cəmi soruşurdu səhv eləmirəmsə. Bura 6'dir, bura 8, bura 10. Bura 10. A üstə gələk, B üstə gələk, C cəmidir. 6 üstə gələk, 8 üstə gələk, 10. O da edir 24. Cavab bəli. A üstə gələk, B üstə gələk, C soruşur 24. 25-ci sual. Deyir ki, 6 traktor 20 hektar sahəni 12 günə şumlayır. Deməli, buradan mən deyir 12'si 30 hektar neçə günə? 12'si 20 hektar necə şumlayar x-ə? Mən 20'lərə baxmasaq da olar da 12'si x. Bu tərs mütənasib. Deməli, daha aza. Deməli, 6 vuraq 12, 12 vuraq x, x 6. Düzdür, 6 günə şumlayar. 12'si 20'sini 6 günədirsə, 12'si 30'unu x günə. Yenə 20'si 6, 30'u x. Ancaq burada daha çox şumlayar deyə bu deməli düz mütənasibdir. Yəni 20'nin 30'a, yəni 2'nin 3'ə nisbəti, 6'nın x-ə nisbəti, x də 9 çıxar. Yəni 9 günə.